Bugünkü mövzu izahımız ortaq vurğun mötərizə xaricinə çıxarılması mövzusu olacaq. Demək, ortaq vurğun mötərizə xaricinə çıxarılması mövzusu heç də çətin mövzu deyil. Elə bir izahla, diqqətlə izahı dinləsəz, artıq bu mövzunu tam əminliklə deyirəm, tam başa düşəcəyiniz bir mövzudur, rahat mövzulardan biridir. Ortaq vurğun mötərizə xaricinə çıxarılması o deməkdir ki, hər hansısa bir, ədəd şəklində və yaxud əmsal şəklində verilmiş hər hansısa bir ədədin ortağı olan, yəni hər ikisində yerləşə bilən ortağı çıxarırıq mötərizənin xaricinə. Yerdə qalan, yəni ortaq olmayanlar da mötərizə daxilində qeyd olunur. Nümunə ilə yazıram. 8A üzərinə gəlirəm 8B. 8A-nın üzərinə gəlirəm 8B-nin. Bərabər yazıram. Ortaq olanlar hansıdır? AB hər ikisində olmadığı üçün 8-i götürürəm mən ortaq. Çünki hər ikisində 8 var. 8 çıxır mötərizə xaricinə. A ilə B isə mötərizə daxilində qeyd olunur. Və burada ortaya bir sual çıxar ki, müəllim, 8A nə deməkdir? 8A 8 vurmaq A, 8 vurmaq B deməkdir. Yəni ortada heç bir işarə yoxdur 8 ilə A-nın ortasında və yaxud 8 ilə B-nin ortasında hər hansısa bir işarə yoxdursa, demək bu 8 vurmaq A və yaxud 8 vurmaq B deməkdir. Və burada da ortaq olan, hər ikisində olan 8 olduğu üçün biz 8-i çıxarırıq mötərizə xaricinə. A ilə B-ni də mötərizə daxilində qeyd edirik. Və başqa bir sualda, yəni bir nümunə ilə də izah edeyim. Məsəl üçün, ola bilər 6xy üzərinə gəlirik. X, Z üzərinə gəlirik. Deyək ki, tək X. Baxırıq ki, hamısında eyni olan burada hansı olacaq? Hamısında eyni olan X-ları görürəm mən. Demək, X çıxacaq mötərizə xaricinə, sonra mötərizə açılacaq. Yerdə qalıb 6y, üzərinə gəlirəm Z, çünki Z hamısında yoxdur. Bax, burada X çıxdığı üçün daha heç nə yazmıram. 6y üstə gəlinsin Z, X-i də X-ə böləndə, daha doğrusu X-i də X-ə böləndə bizdə nə düşəcək? Üzərinə gələcək 1. Hər hansısa ədədi özünə böləndə 1 düşür və biz də mütləq şəkildə o 1-i qeyd eləməliyik. Yəni, X-in özünü çıxarmışıqsa, mütləq şəkildə biz burada X-i 1 kimi əvəz edirik. Çünki hər hansısa bir məchula böləndə də belə 1 düşür. Yəni, özünə bölünən bir hər hansısa bir ədəddə cavab 1 alırıq. Və digər bir, yəni burada artıq mən bir rəqəmlə, yəni əmsalı olan bir ifadə yazacağım. Həmin ifadə ilə də ortaq vurğun mötərizə xaricinə çıxarılmağın yenidən izahını verəcəm. Məsəl üçün, yazıram 12xy, üzərinə gəlinsin 6y, çıxılsın deyək 36y. Baxırıq. Demək, bunların hər birisində olana baxırıq. Hər birisində olan y-dir. Dəyişən olan ifadələrdə hər birisində olan y-dir. Demək, 12-dir, 6-dır, bir də 36-dır. Bunların ən kiçik ortaq olan 6-dır. O 12 həm 6-ya bölünür, 6 həm özünə bölünür, 36 da 6-ya bölünür. Demək, rahat şəkildə biz 6-nı çıxara bilərik. Hər üçündə y olduğu üçün biz y-i də çıxarırıq. Demək, yazırıq 6y-i çıxarırıq mötərizə xaricinə. İndi yerdə nə qalır? 12-ni 6-ya böləndə neçə düşür? 2. 2, y-i çıxartdığımız üçün 2x yazacaq. Üzərinə gələcək. 6y çıxdığım üçün 6y-i 6y-ə böləndə cavab 1 düşür. Üzərinə 1 yazırıq. Çıxılsın. 6y-i çıxartdığım üçün 36-nı 6-ya böləndə düşər 6. Demək, biz y-i də çıxartdığımız üçün tək 6 yazırıq. Demək, ədəd şəklində olanda tam belə bir şəkildə, yəni ortaq, ən kiçik ortaq böləni götürürük. Yəni, üçünə də aid hər birisini bölünə biləcəyi bir ədəd götürürük. Bəzən vaxt elə bir ədəd olacaq ki, məsəl üçün, heç bölən ədədin içərisində olmayacaq. Nümunə birini yazın. Məsəl üçün, 12xy, deyək ki, üzərinə gəlirik 14xy, üzərinə gəlirik 8xy. Bax, burada hər birisinin ortaq böləni nə 14, nə 12, nə də 8. Heç birisi bir-birinə bölünmür. Burada 6, 36 6-ya bölünürdü, 12 6-ya bölünürdü. Biz 6-nı götürdük. Amma burada heç birisi bir-birinə bölünmür. Amma ortaq bölənləri var. 12 də 2-yə bölünür, 14 də rahat şəkildə 2-yə bölünür ortaq olaraq, 8 də 2-yə bölünür. Demək, biz burada rahat şəkildə
2-ni çıxara bilərik mötərizə xaricinə. Hamısında da x, y olduğu üçün 2x, y-i biz çıxarda bilirik. Sonra mötərizə daxilində yazacağıq. Demək, bircə saniyə. Mötərizə daxilində x, y çıxdığı üçün 12-ni 2-yə böləndə yazırıq 6, üzərinə gəlirik. Sonra x, y çıxdığı üçün biz mütləq şəkildə burada qeyd eləyə bilərik ki, bircə saniyə. Aha, 6-nı yazdıq, 12-ni böldük 2-yə, düşdü 6. Üzərinə gəlirik, 14-ü 2-yə böləndə düşür 7. Çünki x, y-i çıxarmışıq. Artıq mötərizə xaricində x, y-i yaza bilmərik. 8-i də 2-yə böləndə düşür 4. Bitdi. Demək, 2x, y mötərizə xaricində ortaqdır. 6 üstə gəlmək 7, üstə gəlmək 4-də mötərizə daxilində yazılmalıdır. Mütləq şəkildə. Bax, bu şəkildə ortaq qruğu siz mötərizə xaricinə rahat şəkildə çıxara bilərsiniz. Gələn izahlarda görüşənədək sağ olun, salamat qalın.